Salam değerli dostlar, değerli izləyicilər. Bugün sizə Masazır qəsəbəsində tam şəxsi tikili 3 mərtəbəli gözəl bir həyət evi çəkib təqdim edirəm. Evin torpaq sahəsi 3 sot torpağa yaxındır. Şok marketin arxa tərəfində hündür bir ərazidə yerləşir. Buradan 12 kvadratlıq eyvanı var ki, eyvandan ətrafı sizə göstərirəm. Baxın, Dream Park yaşayış kompleksidir. Əsas magistral yoldur. Buradan şokun arxasından da yol var. Buradan Tamustonun arxasından da bu evə gəlməyə yol var değerli izləyicilər. Çox hündür havalı yerdə yerləşir. Heç də deməyə ehtiyac yoxdur. Zaten hündürlüyü özünüz görürsünüz. Burada evin qonaq otaq hissəsidir. Geniş bir qonaq otağımız var. Buranın qapısını bağlayaq. Deməli, birinci mərtəbədə biz hal-hazırda evin ikinci mərtəbəsindəyik. Yaşayışın birinci mərtəbəsidir. Ümumi amma ikinci mərtəbə. Çünki bunun altında da otaqlar var. Çəkib sizə göstərəcəm. Hal-hazırda yaşayış hissəsini göstərim. Axırda həyətin və aşağıdakı köməkçi otaqları sizə göstərəcəm ki, onlar təmirsizdir. Bura evimizin koridor hissəsidir. Gördüyümüz yerlər istipolla təchiz olunmuşdur. Evin bir çox yeri monolit betonla işlənmişdir. Kolonlarla tikilib, monolit betonla tikilib. İnşallah özünüz gəlsəz, yerində şahidi olacaqsınız. Kombi sistem işlək vəziyyətdədir. İstili batareyalarını görürsünüz. Burada evin mətbəx hissəsi var. Burada da birinci mərtəbədə olan belə bir sanitar qovşaq hissəsi var ki, sizə göstəreyim. Buranın hal-hazırda artıq əşyaları yığmaq üçün istifadə edirlər. Burada əl yumağa yer qoyulub. Mətbəxini sizə göstərim. Dəyərli dostlar, dəyərli izləyicilər, bura evin mətbəx hissəsidir ki, gördüyünüz kimi mətbəxdə mebel yerləşdirilib, stullar qoyulub. Kifayət qədər geniş mətbəx hissəsi var. Yəni həyət evinin mətbəxi elə belə də olmalıdır. Baxın, burada qəşəng bizim göyərçinlərimiz də var, dəyərli izləyicilər. Baxın, gəlib otururlar burada. Ev yiyəsi göyərçin saxlayır, dovşan saxlayır. Bunlar hamısı həyət evinin bəzəkləridir. Deməli, ikinci mərtəbə ilə mən sizi yaxından tanış edeyim. Axırda həyətlə və həyətdə olan quruluşla mən sizi yaxından tanış edəcəm, dəyərli izləyicilər. Evin qiyməti təcili endirilmiş qiymətdir. Ev bu yaxınlarda satışa qoyulmuşdu 146 minə. Hal-hazırda evin satış qiyməti 138 min manata endirilib. Real müştəri olsa qiymətini yenə danışıb razılaşmaq mümkündür. Bura evin bir yataq otağı, bura qəşəng səliqəli sanitar qovşaq hissəsidir. Bura evimizin böyüklər üçün olan yataq otaq hissəsidir. Və sonuncu otağımız burada yerləşir ki, burada uşaq otağı kimi istifadə olunur. 3 otağı yuxarıdadır. Buradan birbaşa Duz gölünə də panoraması var. Binalar falan hamısı buradan yaxşı görsənir. İndi evin həyəti ilə otaqları ilə mən sizi yaxından tanış edeyim. Qeyd edim ki, evin də torpağında paket kupçası var. Evin krişasına çıxmağa böyük qapı hissəsi qoyulub ki, rahat çıxıb orada artıq əşyaları yerləşdirmək mümkündür, dəyərli izləyicilər. Ümumiyyətlə satışda hər qiymətə bina, həyət evləri, torpaq sahələrimiz mövcuddur. Əlaqə nömrəmizi qeyd edin. 077 313 03 31. Sizin də eviniz, mülkünüz, torpağınız varsa satışı üçün bizə müraciət edə bilərsiniz. Deməli, burada bizim yerləşir eyvan hissəmiz. Oturub durmağa belə bir stol qoyulub bura. Burada belə bir gözəlliyi var. Baxın. Deməli, qaz, su, işıq hamısı qaydasındadır. Pləkan da betondan yığılıb, dəyərli izləyicilər. Baxın, belə bir həyət yanı sahəsi var. Bir neçə avtomobil həyətə daxil etmək mümkündür. Qeyd edim ki, bu evdə əlavə olaraq alt mərtəbəni təmir edib kirayə də vermək mümkündür ki, xodu atdelnidir. Onun da qapısı, pəncərəsi atdelni ayrıdır. Gördüyünüz hissə monolit betonla ayrılmışdır. Baxın, betonun qalınlığına özünüz şahid ola bilərsiniz. Tam şəxsi tikili evdir. Artıq əşyalar buradadır. Kombisi padvaldadır. Burada ehtiyat 2 tonluq ehtiyat su çəni var. Burada kombi sistemi bura yığılıb. Kombisi buradadır. İzolyasiya olunub hamısı. Yəni yağışdan, qardan, gündən, işıqdan izolyasiya olunub. Burada təbii bulaq yaradılıb. Burada manqalnisidir. Hazır işləş vəziyyətdə gördüyünüz kimi. Burada da önəmli bir qiyəsi. Burada bir manqalı da var. Evin arxası içinə yol buradandır. Quşxana buradadır. Dovşanlar burada yaşayırlar. Dovşanlar da giriblər ora. Deməli, burada yerləşir evin alt hissəsi. Bayaq sizə dediyim alt hissə buradır. 20 daş hündürlüyündə də dəyərli izləyicilər. Baxın, dərinliyi oradan görsənir. Fundamenti, betonu, monolit beton üzərindədir. Hər mərtəbəsi monolit betondur. Çox keyfiyyətlə tikilib. Bu otaqları təmir eləsəz, oradan atdelni qapısı var. Baxın, gəlin mən sizə göstərim. Buranı təmir eləsəz, buranı ayrıca
kirayə verə bilərsiniz dəyərli izləyicilər. Baxın, bu qapı çölə açılır, həyətə açılır. Bura evin arxa hissəsidir. Buradan elə bir şey qapı qoysanız, o qapıdan bura elə bir şey xod var. Buradan kirayəşin girir. Burada otaqlarda özü yaşayır özü üçün. Heç bir səs, küy, heç nə eşitmir. Burada da rahat otaq yaratmaq mümkündür ki, buradan istifadə eləyər. Belə 138.000 manata bu gözəl evimiz satılır dəyərli izləyicilər. Sizin də satışda eviniz, mülkünüz, torpağınız varsa satışı üçün bizə müraciət edə bilərsiniz. Kanalda reklam yerləşdirmək ödənişsiz və pulsuzdur. Kanala abunə olmağı, videolarımızı izləməyi, bəyənməyi unutmayın ki, bax belə bir odundan skamekanı görə biləsiniz. Belə şey yığılar bunu. Buyurun kanala abunə olun, videolarımızı bəyənin.